Salam, mənim gününüz aydın olsun. Özünüzü təqdim edərdiniz. Ağayev Adilşah Xalid Çoxoğlu. Əvvəllər istifadə eləmişik, məsələn, məktub göndərmişik, bandrol göndərmişik. Ən çox da o köhnə pereqovorlar yadımızdadır, yaxşı idi, gəlirdi. Məsələn, hansı şəhərlə, xariclə, Rusiyanın hansı şəhərini istəyirsən, zakaz edirdin, gözləyirdin, oturub. Maraqlıydı, çox maraqlıydı, çox rahat idi o da. Adil müəllim, bu günlər siz bizim poçt şöbəsinə yaxınlaşaraq xidmətimizdən istifadə etmişsiniz. Hansı xidmətdən istifadə etdiniz və fikirlərinizi alardım? Kommunal xidmətləri burada ödəyir, hər ay burada ödəyirəm. Çünki bura həm rahatdır, həm asandır, həm vaxt itkisi yoxdur. Gəlirsiniz 1 dəqiqə, 2 dəqiqə, xanımlar Allah kömək olsun, sizi yola salırlar, çıxır gedir. Məsəl üçün terminallar var, düzdür, yaxşıdır. İndi bilən adam üçün, cavanlar üçün. Biz indi çox da onu istifadə eləməmişəm deyə də görürsən bir nömrəni səhv vurdun, getdi. İndi gəl bunu dalınca düşdü, harda getdi pul, hardan çıxarır. Bu mənada poçt xidməti çox asandır, çox rahatdır.